Salam, belə bir sualın izahına baxaq. Aşağıdakı cədvəldə 4 canlının aid olduğu sistematik taksonlar verilmişdir. Deməli 4 canlı verilib. Birinci canlı, 2, 3, 4-cü canlı. Bunların hər biri sistematik vahidlərinə nəzər salsaq, növ, cins, fəsilə, dəstə, sinif, tip, aləm göstərilibsə, deməli bu heyvanlar aləminin nümayəndələridir. Çünki dəstə və tip bizə deyir ki, bu heyvanlar aləmidir. Və hərflərə nəzər salsaq, çünki biz bilmirik hansı tipdir, hansı sinif, dəstə, fəsilə, cins, növdür. Lakin aləmi nəzər saldıqda gördüyümüz kimi aləm eynidir, yəni heyvanlar aləmidir. Tip olaraq F hərfini görürük. 3 dənə F hərfi var və 1 dənə O hərfi var. Deməli bunlar üçü eyni tipdir, biri isə fərqli tipin nümayəndəsidir. Sinif olaraq gördüyümüz kimi üçündə eynidir, Y hərfi ilə işarə olunubdur. Həmin bu Y hərfi ilə işarə olunanlar deməli eyni sinifin nümayəndələridir, deyilsə fərqlidir. Dəstəyə nəzər salırıq. Dəstədə də yenə 1-ci və 4-cüdə eyni dəstənin nümayəndələridir, digərləri isə yox. Fəsilə, cins, növ isə bunlar da gördüyümüz kimi tamamilə fərqlidir. Bizdən soruşur, buna görə aşağıdakı canlıların hansılarının zulal müxtəlifliyi daha azdır? Zulal müxtəlifliyi nə deməkdir? Yəni hər bir orqanizmin özünün, yəni amin turşuların düzəltdiyi zulallar olur və o zulalların hər birinin də öz funksiyası var, yəni öz gördüyü işi var. Hər bir canlıda isə bu fərqli olur. Tutaq ki, növ olaraq eynidirsə, təbii ki, burada zulal müxtəlifliyi də eyni olmuş olar. Lakin fərqli-fərqli heyvan növlərində və yaxud da tamamilə fərqli fəsilənin növləri, nümayəndələri, dəstə nümayəndələrində bunlarda isə fərqli olmuş olacaq. Bu sualda birinci və 4-cü orqanizmlərə nəzər salanda görürük ki, aləmi də eynidir, tipi də eynidir, sinif də eynidir, hətta dəstə də eynidir. Amma digərlərində 2 və 3-də isə tamamilə fərqlidir. O zaman zulal müxtəlifliyi daha azdır. Yəni biri-birinə yaxın olan orqanizmlər olduğuna görə bunları götürəcəyik. Deməli, tutaq ki, birinci nümayəndə olsa insan, 4-cü desək primat, yəni bu primatlar dəstəsində meymunlarla insan eyni dəstədə yerləşdirilmişdir. Çünki aləm heyvanlardır, tip xordallardır, sinif məməlilər sinifidir, dəstə primatlar dəstəsidir. Fəsilə, cins, növ isə tamamilə fərqlidir. Amma digərlərinə nəzər salaq. 2-ci və 3-cüdə gördüyümüz kimi ancaq bunlarda aləmləri eynidir, tipdə fərqlidir, sinif, dəstə və s. digərləri də fərqlidir. Bu baxımdan da biz burada doğru cavabı 1 və 4 götürmüş olacaq. Çünki bunlarda zulal müxtəlifliyi daha az olmuş olacaq. Müxtəliflik nə deməkdir? Yəni daha çox formada zulalların olması.